Herkese salam, hər vaxtınız xeyir olsun. Uzun bir aradan sonra əla bir reseptlə qarşınızdayım. Ağızda əriyən, qatları tək-tək bilinən, çox ləzzətli, asan hazırlanan paxlava resepti. Qeyd edim ki, istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. Yoğurma qabına 1 stəkan ilıq süd, 1 çay qaşığı şəkər tozu, yarım çay qaşığı maya əlavə edib qarışdıraq. 1 çimdik duz, 1 ədəd yumurta, 1 yumurtanın ağını, sarısını üzəri üçün ayırırıq. 150 qram əridilmiş kərə yağı, 1 paket şəkərli vanilin, unu isə hissə-hissə əlavə edib ələ yapışmayan xəmir yoğururuq. Mən ümumilikdə 4 stəkan un istifadə etdim. Xəmirin üzərini örtüb hələlik soyuducuya qoyuruq. Bu arada 300 qram qoz ləpəsi, 1 stəkan şəkər tozu və 1 çay qaşığı hili qarışdırıb içlik hazırlayırıq. Şərbət üçün 2 stəkan yarım şəkər tozu, 2 stəkan suyu qarışdırıb ocağa qoyuruq. Qaynamağa başlayanda 1/4 limonun şirəsini əlavə edib vamodda 15 dəqiqə qaynadıb götürürük. Dincələn xəmiri 2 ədəd 125 qramlıq, 10 ədəd isə 70 qramlıq kündələrə bölürük. Qeyd edim ki, bişirəcəyim soba listinin ölçüsü 36 sm-dir. Daha böyük list üçün ikisi böyük, 6-sı nisbətən kiçik 8 kündə hazırlaya bilərsiniz.